Sızanaq izlərinin aradan qaldırılması üçün hansı prosedurlar mövcuddur? Sızanaq bildiyimiz kimi o akne xəstəliyidir. Biz ona civzələr də deyirlər, akne xəstəliyi də deyirlər. Bu xəstəliyin sonunda səthi və orta ağır olmaq üzrə daha deməli orada çapıqlar əmələ gələ bilər və o cümlədən səthi ləkələr əmələ gələ bilər. Bunlar çapıqlar deyil. O ləkələr 3-4 ay ərzində, bəzən 2 ay ərzində zamanla özü itə bilir. Amma hansı ki çapıqlar var orada, o çapıqlar dediyimiz kimi daha dərin ola bilər, hətta səthi ola bilər. Bunun üçün prosedurlar lazımdır ki, daha çox bu prosedurlardan yayılmışı fraksion karbon dioksid adlanan lazerlə çox yaxşı effekt almaq olur. Bu sızanaqlar atrofik, hipertrofik və normotrofik olmaqla 3 yerə bölünür. Bax, bunlardan asılı olaraq müalicəsi də həkim tərəfindən təyin olunur ki, neçə seans qəbul olunmalıdır. Yaxşı nəticə bununla alınır. Hamının bildiyi pilniklərlə, yəni kimyəvi dərmanlarla, müəyyən kremlərlə, losyonlarla civzələrdən sonra səthi yaranan o sızanaqların izlərinin aparmaq üçün kimyəvi pilniklər, yəni o kremlər, gellər bəs eləyə bilir. Amma dərin proseslər üçün mütləq və mütləq lazımdır ki, həmin lazer terapiyasından son zamanlar istifadə olunan yağ lazer terapiyası deyilir. Onlardan da istifadə eləmək məsləhət görülür.